Bakılıyam demək bu şəhərdə doğulana necə xoş gəlirsə, Sovetsk uşağı olmaq ifadəsi də o qədər qulağa fərqli gəlir. Adına şeirlər yazılan, musiqilər bəstələnən, elə ən az Bakı qədər məşhur məhəllə Sovetski. Hər daşında tarix yatan bu məhəllənin 150 illik böyük bir tarixi var. Köhnə Sovet məhəlləsi. Bakının mərkəzində yerləşən Sovetski öz adını Sovet İttifaqı dövrünün izlərini daşıyan Prospekta Sovetskaya adlı küçədən götürüb. 20-ci əsrin ilk yarısında əsasən də Sovet hökuməti illərində küçə mühüm ticarət və ictimai əhəmiyyətə malik idi. Məhəllənin də bu adla tanınması o dövrün mədəni və tarixi mirasını əks etdirirdi. 19-cu əsrin sonlarında Bakıda neft bumu sürətlə inkişaf edir. Şəhərin müxtəlif yerlərində həm varlılar, həm də fəhlə sinfi üçün yaşayış məhəllələri formalaşırdı. Bakı kəndlərindən və ətraf rayonlarından, o cümlədən Şuralar İttifaqının fərqli bölgələrindən neft sənayesində işləməyə gələn fəhlələrin yaşaması üçün Bakıda yeni yaşayış massivlərinin yaranması zəruriləşdi. Sovetski məhz bu dövrdən yaranmağa başlayır. İlk başlarda sadə evlərdə formalaşan bu yer sonralar küçə, daha sonra isə böyüyərək məhəllə olur. İçəri şəhərdən ayırmaq üçün Bayır şəhər, əhalisinə isə Bayır şəhərli deyilən bu ərazi Rus imperiyası illərində Bakıda neft sənayesində fəhlə sinifinin əsas mərkəzi hesab edilirdi. Çünki burada yaşayan işçilər tanınmış neft maqnatlarının ərazilərindəki nefti öz əziyyətləri ilə çıxarırdılar. Burada müxtəlif millətlərdən olan insanlar bir yerdə yaşayır və bu müxtəliflik məhəlləyə unikal bir rəng qatırdı. 1920-ci ildən sonra Sovetski Sovet İttifaqının ideologiyasına uyğun olaraq dəyişməyə başlayır. Bu dövrdə məhəllədə kommunal binalar tikilir. İnsanlar bir-birinə daha yaxın və birlikdə yaşayırlar. Dar küçələri, qədim Bakı evləri, həyətlərdə keçirilən toylar, bayram şənlikləri, həyətlərdəki canlı söhbətlər və uşaqların oyun səsləri bu məhəlləni fərqli edən əsas elementlərdən olur. Sovetski təkcə bir yaşayış yeri deyil, Bakının ruhunu əks etdirən bir məkan kimi tanınmağa başlayır. Sovetski məhəlləsində müxtəlif sosial və mədəni təbəqələrdən olan insanlar yaşamışdı. Məhəllədə yaşayanlar arasında işçilər, ticarətlə məşğul olanlar, eləcə də Sovet dövründə müxtəlif dövlət orqanlarında işləyən insanlar vardı. Eyni zamanda Sovetski yerli kriminal quruluşlarla əlaqəli bəzi adlarla da tanınırdı. Özünəməxsus qaydalarla yaşayan Sovetski məhəlləsində böyüyə hörmət və kiçiyə qayğı ənənələri hər zaman qorunardı. Bu xüsusiyyətlərinə görə bu məhəllə yalnız Bakıda deyil, eyni zamanda bütün Azərbaycanda tanınır və seçilirdi. Ziddiyyəti məhəllədir Sovetski. 20-ci əsrin əvvəllərindən bugünümüzə sağlam çatan Təzəpir məscidi, Hacı Cavad, Hacı Sultan Əli məscidi, İmam Hüseyin məscidlərinə diqqət eləsək, dini dəyərləri olan sayğı və hörməti görərik. Təmizliyi ali dəyərlərdən sayan Axund hamamı, Şor hamamı ilə məşhurdur Sovetski. Bu məhəllədə Abdullah Şaiq, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Əhməd Rəcəbli, Süleyman Sani Axundov doğulub. Bu məhəllədə Asəf Zeynallı, Xan Şuşinski, Şövkət Ələkbərova, Bəşir Səfəroğlu, Yaşar Nuri və Fuad Poladov kimi məşhur insanlar yaşayıb. Şəhid jurnalist Osman Mirzəyev, milli qəhrəman Çingiz Mustafayev də Sovetski ruhunda böyüyüblər. Bu sadaladığımız adlar öz peşəkarlıqları ilə də Sovetskinin şöhrətinə şöhrət qatıblar desək daha doğru olar. Bütün bunlar məhəllənin xüsusiyyətlərini və tarixini formalaşdıran amillərdən birini təşkil edirdi. Son illər Sovetskidə köhnə məhəllə yenilənir, tarixi evlər sökülərək yerini müasir tikililərə buraxır. Hazırda Sovetskinin böyük hissəsi sökülsə də, amma bu dəyişikliklər məhəllənin ruhunu tamamilə dəyişdirə bilmir. Sovetski hələ də burada yaşayan insanların və Bakının yaddaşında unudulmaz izlər buraxmağa davam edir. Bugün Sovetski əvvəlki kimi olmasa da, onun tarixi unudulmayacaq. Bu məhəllə Bakının mədəniyyətində və tarixində əbədi iz buraxıb. Sovetski hər birimiz üçün keçmişimizi anlamaq və onu qorumaq üçün bir nümunədir.